Salam uşaqlar, bugünkü izahımız Bayandurlu dövləti oldu və yaxud da Ağqoyunlu dövləti. Çünki Ağqoyunlu dövləti idarə edicilərində Bayandurlular olub. Deməli, artıq 1467-yə gəldiyində Muş döyüşü baş verir. Qaraqoyunlular ilə Ağqoyunlular arasında kim qalib gəlir? Ağqoyunlular bəyləyir və Cahanşah hakimiyyətdən salınır. Kim gətirir? Həsən Əli. Həsən Əli də 1468-ci ildə taxtdan salınandan sonra artıq Ağqoyunlu dövləti yaranır. İndi gəlin Ağqoyunlu dövləti yaranmadan əvvəlki vəziyyətə baxaq. Həmin əsrdə burada da qeyd olunur. Pəhləvan bəy 14-cü əsrdə Tayf İttifaqını yaradır. Qara Osman bəy feodal hakimliyini yaradır. Uzun Həsən və yaxud da Həsən Padişah isə dövləti yaradacaq. Burada sizə qeyd olunur. 14-cü əsrdə Van gölünün qərbində Ağqoyunlu Tayf İttifaqı yarandı. Monqol yürüşləri zamanı onlar Dəzə operasyonu açmalı. Cəbşəqi Anadolu'da məskun salır. Əsasən də Diyarbakırda. Məyliyin özü elə əsasən Diyarbakırda. Diyarbakır bitdi. Bu hissədə meydana gəlibdir. Dövlətin paytaxtı isə Təbriz olubdur. Dövlətin illərini də yazaq. 1468-ci il, 1501, 1503. Kim yaratdı? Uzun Həsən. Uzun Həsən 1453-cü ildə qardaşı münasibətdə həbs olur. Hətta hakimiyyət ona mübarizə edirlər və qalib gəlir. 1453-1478-ci ilə qədər bəy fəaliyyətini yerinə yetirəcək. 1478 elə burada üzrəm. Burada 1453-dən 1468-ə qədər bəy fəaliyyətidir. 1468 1478 hökmdar kimi fəaliyyətini biz görəcəyik. Niyə onun dövrünə, amma onun dövrünə gəlməmişdən əvvəl bax 1461-ci ildə nə döyüşü baş verəcək? Burada da qeyd olunub. Qoyluhisar döyüşü. Sülh pozulacaq və Qoyluhisar döyüşü baş verəcək. Qoyluhisar döyüşü haqqında burada bizə məlumat verilib. Bəli, Trabzonu fəth edir. Anlayaq ki, Trabzondan kimin haqqıdır? Uzun Həsənin həyat yoldaşı Təsminə xatunun haqqı idi. Çünki o neyləmişdi? Onun Trabzon Rum imperatorunun qızı idi. 1461-də Trabzon krallığı süqut eləyib. Qatılır Osmanlıyadır. Bununla da döyüş başlayır da. Və kim qalib gələcək? Ağqoyunlular. Osmanlı Trabzonu fəth etməsinin Ağqoyunlular üçün nəticələri. Biz bu deyək ki, Avropa ilə ticarətə ağa zərbə vurdu. Çünki Trabzonun üzərindən ticarət edirlər. Lakin o imkanlar ilə Qara dənizə birbaşa çıxışını edir. Çünki xəritəyə nəzər salsaq, Trabzon Rum imperiyası görüşmə bu ərazilərdədir. Ağqoyunluların da yalnız Xəzər və Fars körfəzində çıxışlar var. Qara dəniz körfəzi yoxdur. Həsən bəy Sara xatun 2-ci Mehmetin düşərgəsinə göndərir ki, onlar qarşı 2 vəzifə qoymuşdu. Osmanlı Ağqoyunlularla müharibə etmək fikrindən daşımaq, 2-ci Mehmet Trabzon fəth etməsi imkan vermir. Bəli, 1461-ci ildə elə 2-ci Mehmetdən Sara xatunla görüş baş verir. Hətta bir-birlərinə ana oğul deyə müraciət ediblər. Artıq dövlətə gəldiyimiz zaman biz Ağqoyunlu dövləti ilə Osmanlı arasında Beyşəhir, Mala Avqustun biri Otluq ay 11-i Otluq Beyli döyüş baş verir. Necə baş verir? Beyşəhir döyüşündə Ağqoyunlular məğlub olacaq artıq. Osmanlılar qalib gələcək. Həsən Paşa Ərdəbildə Səfəvi ordeninin taxtını tutub Ərdəbil hakimliyini ona qaytardı Şeyx Heydər. 1475-ci ildə Moskva Knyazı 3-cü İvan ticarət eləmək üçün və yaxud da ki, burada da yazıb Qızıl Orduya qarşı birgə mübarizə aparmaq üçün Neymiş Həsən Paşaha elçi göndərir. Lakin Həsən Paşa qəbul etmir. Bu 1475-dədir. Ömrünün son ayları 1477-1478-ci illərdə isə Gürcüstanı İberiyaya yürüşlər edəcək. Malatya döyüşü Avqustun 1-i baş verir. Ağqoyunlular qalib ki, Otluq Bey Avqustun 11-i 1473-cü ildə Osmanlılar qalib ki. Bu həlledici döyüş olur, düzdür. 1478 dövründən sonra Yaqub Padişah hakimiyyətinə gəlir. Yaqub Padişah dövrü biz duraqlama dövrü kimi qələmə veririk. 1490-cı ilə qədər. Ondan sonra isə artıq 1488 Şahdağ döyüşüdür. Məşhur Ərdəbil hakimliyində biz bunu görəcəyik. Fərrux Yasərə kömək eləyir və kim öldürülür? Ərdəbil Səfəvi Şeyxi Heydər.
Ağqoyunlu şəhzadələr arasında hakimiyyət mübarizəsi baş verəcək artıq 1490-dan sonra. Burada Baysunqur Göy 1492-də Bərdə döyüşündə 1492-ci ildə öldürüləcək. Rüstəm Bərdə deyil. 92-ci ildə Rüstəm tərəfindən taxtdan salınacaq. 1497-yə qədər də Rüstəm idarə edəcək dövləti. 94-cü ildə 1492-də Bərdə döyüşü. Bayaq düz qeyd etdim. Düz. Baysunquru məğlub edir. 1492-ci ildə Sultan Əlindən, əslində Sultan Əlinin yardımı ilə hakimiyyətə gəlir. Onu həbsdən azad edilir və birlikdə kimə qarşı vuruşurlar? Baysunqura qarşı. Rüstəm, bir yanında Sultan Əli var. Kim qalib gəlir? Müttəfiqlər. Baysunqur məğlub olurlar ki, 1494-cü ildə artıq biz döyüş görəcəyik ki, Şəməsi döyüşüdür ki, o Sultan Əli öldürülür. Düzdür. 1496-cı ildə Həsən bəyin nəvəsi Əhməd tərəfindən taxtdan salınır. 1497-də Əhməd hakimiyyətə gedir. Bu isə Uzun Həsən 1474-cü ildə atasına qiyam qalır. Uğurlu Məhəmməd sığınır 2-ci Mehmetin sayına və onun qızı ilə evlənir. Bununla bu izdivaçlarında bir oğullar olur. Onun da adını biz Ağqoyunlu tarixində Gödək Əhməd kimi verir və ya Əhməd padşah. 20-dən artıq verginlər ilə əhalinin güzəranını yaxşılaşdırır. Sorğal torpaq mülkiyyətlərini məhdudlaşdırmaq istəyir. Osmanlı dövləti təcrübəsinə uyğun idarə etmə qurmağa çalışır. Çünki atası da oradadır. Lakin 1497-də taxtdan salınandan sonra Murad və Əlvənd Mirzə 1500-cü ildə Əpər sazişini imzalayır. Murad Mirzə 2-ci qola Bağdada, Əlvənd Mirzə isə 1-ci qola Təbrizdə qalır. 1501-ci artıq 1500-cü ildə Cabanlı döyüşüdür. Ondan sonra 1501-ci ildə Təbrizi Şah İsmayıl tutur və 1-ci qola, yəni Əlvənd Mirzənin hakim olduğu qola son qoyulur. 1500-də Ağqoyunlu. Bununla da Ağqoyunlu dövlətçilik tarixini biz artıq bitiririk. Burada da 15-ci əsr üçün səciyyəvi cəhətlərdir. Oxşarlıq bunları oxuyacaqsınız. Həsən bəyin oğulları, nəvələri hər biri hakimiyyətə çıxırlar. Birinci hökmdarımız kimdir? Həsən bəy. Ondan sonra Yaqub padşah, Baysunqur, Rüstəm padşah, Əhməd padşah. 6-cıları da hər ikisinə yazırıq Əlvənd Mirzə. Gəlin illəri yadımızda saxlayaq. Həsən bəy 1453, 1468-ci il bəy, 1468-1478-ci illərdə isə hökmdar. Yaqub padşah 1478-1490, Baysunqur 1490-1492 Bərdə döyüşü ilə məğlub olur, taxtdan salınır. 1492-97-ci illərdə Rüstəm padşah, 1497 Əhməd padşah döyür, 1497-1500 Murad Mirzə, Əlvənd Mirzə 1497-1501-ci illərdədir. Bəli. Padşahdan sonraki əsas şəxs Əmiral Üməradır. Sədrözən var, baş vəzir var. Sahib divan da adlanır baş vəzirin. Yəni divana sahiblik eləyir. Burada da bunlar haqqında geniş məlumat yazıb. Suali üzvəni və yarımköçəri Türk ərəblərinin təyin olunur. Ordunun baş komandanı Əmirlər Əmiri titulunu daşıyırdı. Bu titul şəxsən hökmdar tərəfindən verildi. Hökmə əmirlər və hərbi məmurlar üçün qanuni idi. Əmiral Üməradan sonraki yerlərdə dayanırdı. Vəqf və dini işlərə baxırdı. Müsəlmanların ruhani başçısı idi. Vəqf bilir ki, dini torpaqlardır. O dövrdə də soyurqal da mövcud olur. Soyurqal nə zaman paylanmayı dayandırır? 1568-də kim eləyəcək bunu? Birinci Təhmasib qadağan eləyəcək. Dərsimiz bu qədər. Başlatmalıyım, qısa şəkildə izah verdik Ağqoyunlu dövlətindən. Burada da qalan hissələr var, onları da qeyd edeyim. Ağqoyunlu dövləti ilə Osmanlı ərəfində diplomatik münasibətlərdirsə, Venesiya, Polşa, Macaristan, Neapol, Kiperdir. Bəs Osmanlı dövlətinə qarşı birlikdə çıxış etmək haqqında razılaşma əldə etmiş dövlətlər Venesiya, Vatikan, Macaristan, Neapol, Kiper. Biz Venesiya həm səfərlərdə görürük, həm Ağqoyunluda görürük ki, onlara silah dəstəyi verir. Dərsimiz bu qədər.